Babacığım, Ne diyorsun bana? ben neyləmişəm ki, xanım qızını mənimlə oynamağa qoymur? Ona göre ki onlar devletlidiler, biz kasap. Hamam hamam içinde, felvir saman içinde, deve dellehli eyler, köhne hamam içinde. Bu ne pilavıdır? Yağ getir. Pilav pişirmeyi de bilmirsən. Beğenmirdim, özüm pişireydim. Ha? Arvadın da işini ben görenden sonra, beş arvad neye gerektir? Elə hara baxırsan zarbat işini, tarlada zarbat, evdə zarbat. Hiç bilmirəm kim bunu böyle böyle. Mandal da! Ne? Çay getir. Pürreğin de olsun. Koruz kuyruğu. Çıxali, axı bir insafın olsun. Başa düş ki, qonaqlar tarlada məni gözləyir. Tarlada? Konak şu süfre şallah. Süfre. Yoksa siz kimi? O tarla senin, bu tarla benim. Bu tarla senin, o tarla benim. Evlənmək istəyirəm. Özünə qız tapmısan? Hə, Kimdir? bax o qızdır. Gözəl qızdır. Sən bunu necə təsəvvür edirsən? Hə? Anamı necə gətirmiş, onu da elə. Nə axtarırsan? Qəbrimi axtarıram. Vay, qəbri axtarırsan. Ölmüsən ki, qəbrin də olsun. Amma sən düz deyirsən. Ağıllı adam gərək sağlığında özünə qəbir qazdırsın. Məsələn, mən qəbrim çoxdan hazırdır. Hani? Bu de, gül çiçeğin arasında. Necədir? Adamın girib içində uzanmağı gəlir ya yox? Sağlıqla qismət. Bırak, İsmail, bunların hamısının günahı sendedir. Atam mən tikinti yaparmadı, aparmadı. İndi de Səməd, görərsən, elə bu gün çıxıb gedəcəyim. İsmail, dəli olma, alnı başına yiyir. Görərsən, bir de eve qayıtmayacağım. İsmail, dayan! Hara gedirsən? İsmail! İsmail, qayıt! İsmail! İsmail! Hara gedirsən? İsmail, qayıt! Cemile! Anacan! Cemile! İsmail geldi. Yok. Onda kaçta daştan öğren, gör oraya gelmeyip ki. Tez ol! Narahat olmayın Dilara bacı. O budaqların hər bir cığırına bələddir. Solmaz, əzizim. Uşaqları götür, onu bir də yaxşı-yaxşı axtar. Qəmər xala, bəlkə sən biləsən, İsmail harda ola bilər? İsmail'i sənə tapşırıblar. Cevabını da özün verersin. Hoş gördük dostum. Oho, İsmail, hoş gelmişsin. Salam.
Ne olub yenə? Qaşqabağın yerlə gedir. Atam beni hiç istemiyor. Söz vermişti ki ben özüyle tikinti yaparsın, aparmadı. Niyə? Nədən ötürü? Derslerimden 2 almışım. Yaxşı qurtarmısan. Belə işlərin üstündə atam həftələrlə üzümə baxmazdı. Bəs necə? Məyər pis eli? Sən kənd təsərrüfat məktəbini qurtarmasaydın səni Bakıdan qoyardılar mı? Oğul, ata adamın üzünü danlar da, ata adam acıqlanar da. Danlanmak öğe anası olmaktan yaxşıdır. Ben bir de eve kaybetmeyeceğim, burada kalacağım. Necə? Evdən qaçmaq? Yox, sən çox pis fikrə düşübsən oğul. Oxumaq lazımdır, oxumaq. Ay oğul, sən keçmişin qara günlərini görməbsən. O vaxt məktəb nədir? Bizi heç adam yerini qoymazdılar. Oğul, başını aşağı sal, dərslərinə fikir ver. Oxu. Başa düşdün? Hə, İsmail, gedək. Ha, Hüseyin dayı, hoş gelmişsin. Diyesen hayfın gelir. Niyə yatmamsan ha? Yatmıram. Keyfimin lələsisən. Atamdan savayı heç kəs mənə əmr eləyə bilməz. Atam da yoxdur. Deməli ixtiyarım özümdədir. Lənət şeytana. Şıxali, plov soyur. Gelsene. Bundan sonra kime inanırsan? Ne olur? Nece ne oğlum? Ahmak 3 saat yol üstünde durasan. Bırak öke. Gün tepene döye döye. 8 kilometre piyade yol gidesen. O da gelip senin yanından fırr eleyip ötsün. Güya bilmirem çare gelir. Sen ara. Sahiye gedirem, Kur'an'ı ye. Bu ne pilavdır? Yağ getir. Pilav pişirmek de bilmirsen. Beğenmirdim, özüm pişireydim. Ha? Arvadın da işini ben görenden sonra besarvat neye gereğidir? Elə hara baxırsan zarbat işini, tarlada zarbat, evdə zarbat. Heç bilmirəm kim bunu belə bölür. Magdalena da! Nə? Çay getir. Püren de olsun. Koruz kuyruğu. Şıxali, axı bir insafın olsun. Başa düş ki, qonaqlar tarlada məni gözləyir. Tarlada? Konak şu süfre açarlar. Süfre. Yoksa siz kimi? O tarla senin, bu tarla benim. Bu tarla senin, o tarla benim. Kamil'le Nebefez bütün işleri körladılar. Beri bak. Bilirsen ne var? Sözünü deyin. Bilmirsen? Otur. Gez Münəvvərə de ki, eğer konakları emelli başlı kabul etmek istəyirsə, məni çağırsın. Boy, səni niyə? Bəli, məni. Çünkü mən son işi keçmeyecek. Başa düşdün? Sözün üstə möhkəm dur. Mənə bak. Boynuna koy. Çünkü o senin hatırını çok istəyir. Şıxali, bacarmaram. Hayıfdan utanıram. Necə? Bacarmazsan, erin diyenden sonra utanmak nedir? Haber red olun, çıkın buradan. Ne ziyan vermir. Vermir. Ha? Nedir misin? Git de.